bağça və məktəblər uşaqların sağlamlığını qorumaq üçün, onlar arasında bu cür virusların yayılmaması üçün üzərlərinə düşən məsuliyyəti yerinə yetirirlərmi? Yetirilmir. Məktəb bufetləri, bəzi hamısından xəbərim yoxdur, əlbəttə biz onların hamısından mənim necə xəbərim ola bilər. Amma ümumi eşitdiyim budur ki, bufetlərdə müəyyən şeylər ala bilirlər. Yəni paket məhsulları ala bilirlər bufetdə, məktəbin içində. Yəni paket məhsulu uşağın orqanizminə girməməli olduğu kimi məktəbin içinə girməməlidir. Yəni bu qəti surətdə olmalıdır. Hətta məktəbdən o qədər aralıda olmalıdır ki, uşağın ora tək gedib alma şansı olmasın. Yəni artıq valideynin evə gedərkən alacaqsa o məsuliyyət qalır valideyn üzərində. Məktəbdən müəyyən bir məsafədə olmalıdır. Yəni o satılan. Bu əlbəttə təəssüf ki, buna əməl olunmur. Mən düşünmürəm ki, buna əməl də oluna bilər, amma yəni market məsələlərinə, mağaza məsələlərinə, amma məktəbin içinə girməməlidir. Məktəbdir, özəl əsasən məktəblərdə bu belədir də, hardakı nahar fasiləsi olur, nahar yeməyi verilir onlara. Orada broiler toyuqlarından istifadə olunur. Qəti yol verilməzdir. Broiler toyuğundan inkişaf edən uşaqların rasionunda istifadə etmək və gündəlik. Qətiyyən yol verilməzdir.